Xəzər Lənkəran Azərbaycan tarixinin ən uğurlu layihələrdən biridir. Lakin bu layihə uzun müddət yaşaya bilmədi və məhv edildi. Bəli, məhv edildi. Dövlət tərəfindən, Azərbaycan dövləti tərəfindən bu layihə məhv edildi. Bəs Xəzər Lənkəranı nəyə görə bəyənmirdilər? Nəyə görə bu klub çoxlarına baş ağrı olmuşdu? Necə oldu ki, bu klub Talışların milli hərəkatına çevrildi? Əvvəla onu deyim ki, Azərbaycanda bir çox dövlət tərəfindən dağıdılan komandalar, yəni bura futbol da aiddir, digər məsələlər də aiddir, insanlar var. Və uğurlu olan insan və komandalar sırf öz çalışqanlıqları üçün deyil, həm də dövlətin onlara mane olmadığı üçün uğurlu olurlar. Bura Qarabağa aid etmək olar. Məsəl üçün Qarabağın əsas uğuru o deyil ki, onlar daha çox çalışqandılar. Azərbaycan şəraitində Qarabağın əsas uğuru odur ki, hakimiyyət onlara mane olmur. Və həmçinin bir çox məsələlər də dəstək də verir. Çünki Qarabağ məsələsi bir çoxumuz üçün sadəcə futbol klubu olsa da dövlət üçün bu propaganda üçün alətdir. Amma mən buradan yenə də Qarabağdakı əziyyətləri də heçdən saymaq yanaşmaq istəmirəm. Orada çəkilən bir əziyyət var və bu uğurlarda bu əziyyətin də rolu var. Amma hakimiyyətin onlara köməyini də propaganda aləti kimi istifadə etməyini də danmaq mümkün deyildi. Xəzər Lənkəran isə Talışların özünün qurduğu və bir Talış təbliğatını aparan bir kluba çevrilmişdi. Mən Xəzər Lənkəranın oyunlarında Sumqayıtda iştirak etməyə başlamışam. Yəni Xəzər Lənkəran ilk oyunlarını Sumqayıtda keçirməyə başladı. Daha sonra isə ev oyunları Lənkərana köçürüldü. Və oradakı atmosfer, oradakı insanlar, tanışlıq qurduğum insanlar var ki, hələ də Talış məsələsində və bir çox məsələlərdə bizim əlaqələrimiz davam etməkdədir. Və mən bunu Talışların bir qürurlu bir tarixi kimi görürəm. Bəs nəyə görə bu klub dağıdıldı? Yəni burada dağıdıldı sözünü mən göydən düşmə demirəm. Burada həqiqətən də Xəzər Lənkəran klubunun dağıdılması bir prosesi var idi. İnsanlar bunu bilməlidir. Xəzər Lənkəranın oyunları zamanı biz bir çox məsələlərin müzakirəsini edirdik azarkeşlərlə. Həmçinin oyunlardan sonra bizim müxtəlif yerlərdə, həm Bakıda, həm Lənkəranda və müxtəlif yerlərdə bizim futbolçularla görüşlərimiz olurdu. Və mən ad açıqlamaq istəmirəm. Çünki bu adamların çoxu, futbolçuların çoxu hələ də Azərbaycanda da Azərbaycanla əlaqəsi var və mən istəmirəm ki, onlara problem yaransın. Amma bizim onlarla görüşdüyümüz zaman bir neçə dəfə olub ki, onlar AFFA tərəfindən Xəzər Lənkəran klubuna qarşı işlər görməsini istənildiyi deyilib. Yəni futbolçular bildiriblər ki, AFFA tərəfindən onlara Xəzər Lənkərana qarşı, yəni onların məxsus olduğu kluba qarşı iş görməsini istəyir. Və burada səbəblər ortaya çıxırdı. Həmin vaxtı biz yaxşı başa düşmürdük. Bəzi adamlar deyirdi bu Talış məsələsinə görədir. Biz bəzilərimiz, çoxumuz, mən özüm uşaq idim həmin vaxtda. Uşaq idim və daha sonra yeniyetməlik dövrüm o dövrdə olub və bu məsələləri özüm də yaxşı qavramırdım. Amma hər birimizin içində bir şübhə var idi ki, bu Talış məsələsindən irəli gəlirdi. Bəs futbolçulara nələr təklif olunurdu? Məsəl üçün, məşhur futbolçulardan biri bizə bildirmişdi ki, onun millidə oynanılmamasına çalışırlar. Yəni, onu milliyə dəvət eləmirlər, millidən uzaq saxlayırlar. Azərbaycanın həmin dövrə görə ən yaxşı futbolçularından birincisi idi bu adam. Və əsas şərt də bundan ibarətdir ki, yəni bu üzdə deyilmirdi, bunun özünə deyilibdi. Sən Xəzər Lənkəran klubunda kluba qarşı fəaliyyət göstərəcəksən. Yəni klubda yaxşı oynamayacaqsan, biz səni milliyə dəvət edəcəyik bundan sonra, sənə premiyalar verəcəyik. Əgər bundan sonra Xəzər Lənkəran səni qovardısa, səni Neftçiyə, həmin vaxtı Neftçi Azərbaycanın ən tanınmış klublarından biri idi, ən bərk gedən klublarından biri idi. Neftçiyə transfer edəcəyik. Yəni sənin itirəcəyin bir şey yoxdur. Və bu birinci hal deyildi. Biz bu halları bir neçə futbolçunun timsalında görmüşdük.
Bəzi futbolçular isə ola bilər ki, yəni bizim ehtimalımız var idi ki, Azərbaycanlı futbolçuların bəziləri belə təkliflər alır, lakin bizlə bölüşmürdü və həqiqətən də həmin təklifləri reallaşdırırdılar. Çünki həm Avrokuboklar oyunlarda, həm də həlledici oyunlarda, Xəzərlənkəran oyunlarında qəribə bir şey yaşanırdı. Birdən-birə Xəzərlənkəranın 11 futbolçusundan ikisi üçündə problem yaranırdı. Oyun oynamırdılar. Bunu təbii səbəblərlə də bağlaya bilərdiniz, amma bunu heç təbii görmürdüm. Nəyə görə bu hallar ancaq həlledici oyunlarda yaşanırdı? Təbii ki, məsələ AFFA-dan və AFFA-ya da dövlətdən gəlirdi. Onlar bu yolla Xəzərlənkəranı zərərsizləşdirməyə çalışırdılar. Digər yol isə hakimlərin ədalətsizliyi idi. Bu da çox açıq görünürdü. Yəni küncdən zərbə zamanı ofsayd qərarı verilməsi bəlkə də dünya tarixində ilklərdən biridir ki, Azərbaycanda Xəzərlənkərana qarşı qəbul olunubdu. Və ən son olaraq da onu bildirim ki, İlham Əliyev və Mübariz Mənsibov arasında görüş vardı. Yəni bu görüş bir çoxlarının tərəfindən gözlənilirdi ki, Xəzərlənkərana yeni bir ab-hava gələcək, orada stadion böyüdüləcək. Amma mən elə həmin vaxtı da qeyd edirdim ki, həmin vaxtda bir yeniyetmə idim və həmin vaxtda da insanlara deyirdim ki, burdan mənə xoş bir iy gəlmir. Yəni Xəzərlənkəranın prezidentinin İlham Əliyevlə görüşməsi belə bir məqamda, yəni Xəzərlənkərana qarşı təxribatların artdığı bir vaxtda yaxşı bir şey kimi gəlmir. Və bunun da nəticəsi həqiqətən də belə oldu ki, 3 ay sonra Xəzərlənkəran klubu fəaliyyətinin dayandırdığını açıqladı. Halbuki burada nə maliyyə sıxıntısı var idi, azarkeşlər öz yerində idi, Xəzərlənkəran öz oyununu davam edirdi. Düzdür, bir qədər zəifləmişdi, amma yenə də oynayırdı. 5-ci, 4-cü sıralara gəlib çıxırdı və birdən-birə Xəzərlənkəranın enişi başladı İlham Əliyevlə görüşdən sonra və Xəzərlənkəran başladı alt sıralara düşməyə, sonuncu sıralara düşməyə, güclü futbolçularla yolunu ayırmağa və mənim heç bir şübhəm yoxdur ki, İlham Əliyev Mübariz Mənsimova tədricən klubu dağıtmağı tapşırıb. Çünki əgər klubu birbaşa bir gün içində dağıtsaydılar, bu çox böyük bir ajitaj yaradardı. İnsanlar arasında nifrətə səbəb olardı və başa düşülərdi ki, bu əmr birbaşa İlham Əliyev tərəfindən verilib. Amma bunu tədricən etməyə başladılar. Əvvəlcə güclü futbolçuları klubdan uzaqlaşdırdılar, maliyyəni azaltdılar, sonra Xəzərlənkəranı aşağı liqaya salmağa başladılar və bununla da dedilər ki, biz bacarmırıq, futbol yoxdur burada, alınmayacaq və klubu dağıtdılar. Və indi də klubun yenidən yaradılması məsələsi gündəmə gəlir. Mənim bununla bağlı inamım yoxdur. Böyük inamım yoxdur. Xəzərlənkəran klubu ancaq o şəkildə yaradıla bilər ki, bu dövlətin propaganda maşınına alət olsun, ondan istifadə olunsun və bu cür İlham Əliyev bunun yaradılmasına icazə verə bilər. Yəni bu məsələ ilə birbaşa İlham Əliyevin özü məşğul olur. Bunu sizə deyim. Çünki talışların 15 min, 20 min talışın bir yerə yığışıb bir şüarı səsləndirməsindən İlham Əliyev kimi adamlar it kimi qorxur və bundan birbaşa məşğul olurlar. Bəs Xəzərlənkəran nümunəsi bizə nə verdi? Yəni ola bilər ki, bu klub dağıldı, bəlkə də bir daha yaranacaq, yaranmayacaq və yaxud da başqa cür bizim klublarımız olacaq. Bunu deyə bilmərəm. Amma Xəzərlənkəran nümunəsi talışlar üçün böyük bir nümunədir. Nəyə görə? Çünki Azərbaycan tarixində biz reallaşmayan bir məsələni reallaşdırdıq ki, bir klub, bir futbol klubu Azərbaycanda sosial-siyasi bir hərəkat yaratdı. Minlərlə gənc bu klubun ətrafında birləşdi və bir çox ictimai məsələlərin həllinə yönəlməyə başladı. Və burada təkcə söhbət talış məsələsindən getmir. Mən həmin klubun ətrafında birləşib hər hansısa bir dizayn firması quran, hər hansısa bir şirkətlər ortaya çıxardan insanlar gördüm. Və bu həqiqətən də qürurverici idi. Bir oyunda bir ab-hava yaranırdı və oyundan çıxıb hər hansısa digər məsələləri müzakirə edirdik. Bu
Talışların yaratdığı, Talışların əsasını qoyduğu, özəyini təşkil etdiyi bir klubda baş verirdi və biz bunu həqiqətən özümüzə dərs kimi götürməliyik ki, bizim içərimizdə həqiqətən də quruculuq məsələsi çox güclüdür. Yəni ölkədən bizə mane olunmadığı halda, hətta mane olunarsa belə və bu məsələdə pul məsələsi problem olmadığı halda Talışlar ən yaxşını, Qafqazın ən yaxşısını yaratmağa qadir millətdir. Və bizim qarşımıza alan iki əsas məsələ var. Dövlətlər tərəfindən edilən müdaxilələr və maliyyə məsələsi. Və bu iki məsələni həll etməliyik. Yəni maliyyə məsələsi və dövlətlər tərəfindən müqavimət məsələsini həll etməliyik ki, bizim sosial inkişafımız baş versin. Və bu da birdəfəlik bir proses deyil. Xəzərləmkəran kimi məsələ bir şans idi, bizim əlimizə düşmüşdü. Bacardığımız qədər yararlandıq. Burada mən heç kimi danlamayacağam, heç bir günah axtarmayacağam. Bizdə bir şey yox idi. Mənsimovundan tutmuş digər insanlarına qədər bacardığımız qədər bu məsələdən yararlandıq. Amma bu Rusiya və digər böyük güclər tərəfindən dəstəkləyən Əliyevin qarşısında çox tab gətirmək həmin vaxt mümkün deyildi. Lakin biz bu birliyi başqa şəkillərdə də qura bilərik, başqa mövzuların ətrafında da yarada bilərik və bunu da inşallah edəcəyik.